Bezmişəm da. Gedirəm mən prezidentimə müraciət eləməyə. Necə qolumu vurursan? Cavan oğlansan. Neynəməliyim mən? 1 il yarımda mən burada iç zülmü çəkirəm. Bir balamı qoyub getmişəmsə, gəl mən qolumu vurursan. Qırıqdır mənim qolum. 7 il erməni əsirdə yatmışam. Bugünkü gündə mənim qulaq asan yoxdur. Bugünkü gündə iç zülmü çəkirəm. Mən evdə qalmışam yetim kimi. Problemimiz nədir? 1 il 3 aydır mən, problemimlə pensiyası verirlər. Nə veteranlığımı verirlər, nə əlilliyimi. Bir 7 il mən erməninin içindəki salamat gəlmişəm, mənim qolumu vurursun. Niyə bulurlar? Mənim işığımı qazımı kəsirlər. Niyə? Nə qarmışam, erməniyə güllə atmışam ona görə. Mənim axırıncı 10 illik iş staj istəyirlər məndən. Erməndə əsirli olduğum haqqında iş staj istəyirlər ki, 10 illiyin onu verəcəkdirlər. 130 manat pensiya kəsirlər mənə. Bugünkü gündə. Yaşaya bilirsiniz mi 130 manatdan? Yəni hansısa bir sosial probleminizi həll edə bilirsiniz? Düzələr ki, mən ondan atqaz eləmişəm. Mən ondan atqaz eləmişəm. 130 manatdan kimdir ki, bir dənə simişka pulu eləmir, bazara getsən. Çörəyi, yolu, pulu mən gündə qoçsala gedib gəlləm. Safoz bəy, sizə süpürgəçi işləməyə kim təklif etdi? Məşğuliyyət. Nə dedilər sizə yəni? Dedi, gəlin orada iş tapmışıq, 160 manata gedib şeydə işləyəsiniz. Arvadlar süpürəcəksiniz, alapədə turlayasınız, yüngül işdir. Qolunuz qırıq olduğuna görə yüngül işdə ancaq odur. Döyürsünüz orada da döyün, burada da döyün. Dillənəni var yoxuna nəhlər. Mən bir kəlmə dillənsəm kim, niyə döyürsən?